Ya Allah. UFC 324 geridə qaldı. Bəli, Paramount'un ilk tədbirində. yığışmışdıq hamımız. Biz də oradaydıq. Bəli. UFC 324 geridə qaldı. Kimlər döyüşdü? Yes. Bir ilk öncə xüsusi bir halla başlamaq istəyirəm ki, hamımızın tanıdığı, hörmət elədiyi Bantamweight'in goldlarından biri kimi tanınan Bantamweight idi, Dominic Cruz. Dominic Cruz Hall of Fame mükafatına layiq görüldü. İndi inşallah gələcək tədbirlərdə ona bir kostyum geydirib efirə çıxardarlar. Yes. Və ilk 2026-nın ilk inductee, yəni Bəli. daxil ediləni. Bir də belə bir o barədə qısa bir sual vermək istəyirəm sənə. Hall of Fame olmaq üçün çempion olmaq vacib deyil, nə deyirsən? No, biraz oğlanlıqla ölçülən bir şeydir abi. Çünki o gün eşitdim deyir Future Hall of Famer Justin Gaethje. Okay, Gaethje interim belti var da, yəni. 2 dənə interim belti. 2 dənə interim belti var, amma ona gələrik. İlk deməkdir, 324 geridə qaldı. Maraqlı döyüşlər oldu. Sözün açığı. Və maraqsız döyüşlər də oldu. İndi inşallah 1 saat ərzində istəyirik ki, onların üzərindən keçək və tamaşaçılara qısaca olaraq söz verdiyimiz kimi ki, tədbirdən sonra da inşallah oturacağıq və indi oturmuşuq qısa xülasə ilə hər bir döyüş barədə qısa fikirlərimizi və gələcəkdə bu döyüşçüləri nə gözləyir? Onları da. Bugün heç tamaşaçılar bizim verilişin formatına belə alışmamışdılar ki, necə yapırlar. Şokdadılar bu dəqiqə. Bir dənə də amma bir xahiş eləyəcəyəm səndən. Biraz uzaqda tutaq mikrofonu. Xahiş eləyəcəyəm səndən ki, mümkündürsə, onsuz da 325-də mərifətli çox fayda yoxdur da. 325-i də əldən çıxar da. Elə deyirsən. Bəlkə belə yarım saat çəkək qoyaq. Ya məncə elə bunun üstündə dalıca 325-dən aşağı getsin də. 325 üçün bir də gələk, yığışaq. Biz bu studiyanın arendası, osu, busu. Yox, studiya özümüzündür. Sponsorlar sağ olsun. Şeydir. Okey də danışaq, harda qırılar, kəsib uzaqbaşı 2 epizodla qoyarıq. Yes, whatever. İndi hər şey tamaşaçılar bilməlidir ki, səhnə arxası o qədər məqamlar var ki, səhnə arxası. O da bu həftədir çünki. Bəli. 3 dənə də döyüş var. Yes, ondan danışarıq. Başqa heç nə yoxdur. Getdik. Nəysə. Baxaq da bir dənə üstündən keçək görək. Deməli, belə struktur olaraq bir dənə onu otuzduraq. Döyüşdən yüngül danışırıq, gələcəkdə uşaqları nə gözləyir? Hər iki döyüşçü barədə dan. Yes. So deməli başlayaq, arxadan qabağa gedək. Yes. Deməli, Ty Miller, Adam bunlar var. Umar. Səndən istəyirsən danışda Atabadan. Səndə biraz Ataba var. Ya Atabaya baxmadım amma. Baxmadım, Umardan danışaq. Umar Nurmagomedov, Davison Figueiredo. Bəli. Deməli, Umar əslində bir complete döyüş göstərdi belə baxanda. Complete nəyə deyirsən? Complete yəni tamamlanmış. Nə danışır? Döyüşçü, bir döyüşçü kimi tamamlandığını, yetişdiyini bizə göstərdi. Biraz Umarın güləşində əslində boşluqlar var idi, belə baxanda nə qədər Dağıstanlı olsa da. Amma Figueiredo ilə də güləşə getməkdən çəkinmədi. Qəşəng bir iki dənə throw elədi Figueiredoya. Çox maraqlı takedownları var idi Umarın. Birinci raundda xüsusilə bir dənə belə judo throw ilə takedown elədi. Dağıstanlılar judo throw eləyəndə vəbşə qorxuducu gəlir mənə. Bəli. Yəni onsuz da uzaqdan yıxa bilirlər. Bir də yaxından da yıxa bilirsə çox qanqaraslıq oldu axı, hər yerdən yıxırıq. Bir də judo throw-nun bir də şeydə kömək olur. Bəzən takedown-a girirsən, rəqib defend eləyir. Belə məsələn double leg girmək istəyirsən, rəqib defend eləyir. Orada rəqib belə spiral edir, qalxır ayağa, yaxından çəkir, throw eləyir. Orada normal takedown defensindən sonra da position yaradıb yıxmaq olur. Bəli. Və Umar onu elədi birinci raundda. 2-də biraz daha yaxşı müdafiə olundu başlarda Figueiredo. 1-də özdə Umar finişə yaxın idi əslində. Yəni elə də yaxın deyil idi olmağına, sadəcə ground and pound-la qurtardı raundu. Oradan indi raundun qurtarmağının da bir şey var da, son 10 saniyə olanda 2 nəfər də biraz şey buraxır axı. Müdafiəni buraxır. Amma yəni mənə elə gəlir ki, bir dəqiqə də əlavə olsaydı, çünki mount positionda mountda da öyle idi, şeydə idi. Qartdaydı. Orada qəşəng ground and pound elədi. Bir dənə bizə indi adını çəkməyə reklam olar. Kompüterimi düzəldəsi idi, deyəsiydim ki, sponsorumuz adını çəkəsiydim uşağın. Düzəltmədiyi üçün çəkmirəm. Həmin o qardaş bizə göstərir deyə ki, qartdan bir ayağını çəkdin,
Onu elədi. Halfguard oradan da exactly o addımları bir-bir elədi, gəldi sayda. Prosto Figueiredo da elə belə oğlan deyil, axınalı xat təzdən saldı qarda. Amma onu elədi, yəni orada jiu-jitsusunu göstərdi, keçidlərini göstərdi, takedown hamısını göstərdi. Figueiredo nə göstərdi? Göstərdi ki, ölməyə bilir. Bəli. Və göstərdi ki, bu mənim sonuncu döyüşlərimdən biridir. Yes. Figueiredo bitirilməməyə çıxmışdı döyüşə. Amma indi belə danışırıq, Umar indi Umardır da. Sən Figueiredonu Yes. qoy, nə bilim, şeylə, nə bilim, Sandman-lə bəlkə nəsə olar. Təzəlicə uduzub da sən mənə. Bundan əvvəlki döyüşlərə sən mənə idi 2-ci raundda ya da 1-ci raundda uduzub. Və yaxud da biraz okey, top 5-10 arası bir adamı qoysan, uda da bilər rahat. Yes. Bir də indi yaşlı adı çoxdur. Yəni Figueiredo indi əvvəlki adam deyil də. Qazandığını da qazanıb ha Figueiredo. Mənə elə gəlir. Bir neçə 4 dəfə elə title fight-ı xatırlayıram. Ondan da əvvəl 1-2 ya 3 dənə defensi var idi Figueiredonun. Onu da xatırlayıram. Pantoya'nı da udmuş tək-tük. Ən son Pantoya indi Vanen düşüyü qələbəsini saymasaq, Pantoya'nı xatırladığım ən son udan adam da yəni. Okey. Umarı gələcəkdə Figueiredo gələcəkdə nə gözləyir? Nəvələrlə və nəticələrlə vaxt keçirmək. Ailəsinə Yoldaşına vaxt ayırmaq. Gözəl bir həyat, ailəsinə qoyub. Qayıtsın, özü də haraldı Figueiredo? Braziliya uşağıdır da özü. Braziliyalıdır. Hə də qayıtsın favelaya bir yardım eləsin. Yes, belə şeylər gözləyir. Heç yəni ki, gatekeeper-lığı da eləməsin məncə. Yox, Bəsdir eləməz. də, yaşlı başlı insandır. Umarı amma nə gözləyir? Umarı təsbih. Hə? Umar amma bitirmədiyi üçün biraz danlandı elədi. Məncə amma Figueiredo özündə anladı ən çox. Yox, bilirsən, Figueiredo ora bitirilməməyə çıxıbsa, o bitirmək çox çətindir. Bəli, özü top level döyüşçüdür. O var yəni, elə bir tema var. Sən demiş çox engage eləmirdi. Yəni nişanlanmırdı. Hə, nişan. Halbuki evli başlı adamdır. Yes. Şeydən Umarın post-fight konfransına baxıram, o arxada Megan O'Leary zət sual verir ona. Elə bir qanqaraçılıqla şeyə çıxıb ki, axır öz-özünə şey deyirdi ki, əlhəmdülillah hər şey yaxşıdır, udmuşam, amma still nəsə elə bir o da deyir. Yəni belədir də vəziyyət budur. Vəziyyət odur ki, Umar növbəti döyüşü çempionluq üçün olmayacaq, misal üçün vəziyyət budur. Ona görə qanı qaradır. Ayıb yox da bir dənə də udsun məncə olar təzədən. Yes. Bir dənə də udsun amma da bəsdir də daima, olmalıdır onsuz da. Yox, bəsdir deyəndə Figueiredo udumsan da yəni. Elə yox, yaxşı, amma nə qədər bir dənə də udsun amma. Yəni ən son title fight-a çıxdın, uduzdun, ondan sonra 3 dənə adam udmuş olursan da, yəni ikisini udub şey. İkisini hə, Bautista ilə. Top 5-dən 3 nəfəri udmuş olur da, bir dənə də udsa. Top 5-dən biri özüdür, yerdə 4 nəfər var. Valla öz əlində idi də, yəni yaxşı udanmadı da. O birisi nədir? Bautista'nın da decision da ya. Onlara bir normal KO-su, meyosunu eləsəydi hər an çıxa bilərdi də yəni. Ya. 100%. Nəysə amma məsləhətçisi buymuş amma. Məsləhətçisi buymuş, hər işdə bir xeyir var. Yaşı nədir? 30 var. 30-dur, 29-dur, nəsə elə bir şeydir məncə. 31 deyirəm amma. 31 də. Baxaq. 31 deyirəm. 30 yaşı var. 30 Yanvarın 3 olub özü, təzə olub 30 yaşı. Yaxşıdır da, elə indi prime-ına yaxınlaşır Xəbib demiş. Hətta indi elə prime-ında. Yes. Ona görə bir döyüş sonra çempion. Yəni gec-tez Umarı çempion görəcəyik də məncə. 100%. Yəni bir Allah uzaq eləsin, zədəsi falan olmasa, Umar böyük ehtimalla 2027-də çempion olar. 26-da da 26-da da sıxsa ola bilər bəli. Yes, 26-nın sonlarına doğru çempion ola bilər. Amma bilmək olmaz, bəlkə Umar elə vəziyyət elə gətirdi ki, White House-da Ağ Evdə şərait elə düşdü, kimsə zədələndi o yan bu yan. Yəni Umar da hər an çıxa bilər title döyüşə. İndi Umarı nə gözləyir yaxşı. İndi dedi ki, title fight-a title fight olmasa, hə? Title kim döyüşəcək title fight-da bu bir sualdır. Bu bir sualdır, bəli. Yəni əsas yəqin ki, hazır olsa Merab məsələsi var. Və yaxud da ki, Sean məsələsi var. Sean. Mənə elə gəlir ki, hazır olsa da UFC Meraba deyəcək ki, qardaş sən dayan. Company mənsən. Bu söhbət eləmişdin, hə. Hə, də narahat olma da, səndədir onsuz da title sənə veririk. Seanla Ceyudanı veririk. Yes. Petrodanı veririk. Məncə ən məntiqlisi. İndi o Şana gələndə onu biraz da elaborate edərik. Amma bu divisionda vəziyyət odur ki, yəni budur, Umardır, Şondur, Merabdır, bir də Yan. Yaxşı. İndi deyək ki, Merabla yox, ya da Merabla yandalaşır, ya da Şanla yandalaşır nəsə. Bu müddətdə
Umar kimdən döyüşür? Yes, o qəşəng sualdır. Çünki Umarı Mərabla tezdən verməyin adı yoxdur. Nə Umar üçün adı yoxdur, nə Mərab üçün. Mərabın ki məncə non-title fight kimi məncə mənasızdır, verilməz. Əsas da Mərab üçün mənasızdır. Düzdür? Hə. Okay. Kəmər uğrunda olmayanda mənasızdır o döyüş. Bəli, şərab deyirəm. Şonla olar, Şonu milk eləmək lazımdır hələ. Ay sağ ol. Valla bu yanlış Şondur da, yəni məncə başqa make sense eləmir. Mən Sean Shelby olsam, mən nə bilim Hunter Campbell olsam, mən Dana White olsam. Məncə bir nə edərlər açığı, mənə məntiqlisinə gəlir. Sean yad indi kimdənsə döyüşər, deyək ki, Seanla və yaxud da Black Mary, onu çox Seanla amma döyüşər də böyütüm. Ondan sonra həmin döyüşün qalibi Merab, məğlubu Umar, yəni ən məntiqli. Çünki o arada onun qalibi onsuz da title fight bir dənə də defensə çıxacaq da. O iki döyüşün. Umar da onun məğlubu ilə elə Umarın və növbəti heç birindən də dalaşmayıb, Allah'a şükür. Heç birindən də dalaşmayıb, hə. Onların məğlubu ilə döyüşməyi daha məntiqli olar. Aha. Hə ki, yəni çünki Umara başqa seçim, yəni bu dəqiqə həmin o çəkiyə baxıram. Sandhagenlə döyüşüb, o 4 nömrə səhv eləmirəmsə Sandhagendir. Ondan sonra da 5-də Song Yadongdur. Onunla da Umar Song eləmək olar, amma yəni hədə biraz yəni. Amma belə baxıram sözün açığı ki, belə bir variant da var ki, Umar tutaq ki, Yanla Sean dalaşdı iyunda. İyundadır da Ağev. Sonra oradan kimsə uddu. Sonra Mərab verdilər ilin axırına tutaq ki. Yes. Yəni ola bilər ki, mənə elə gəlir. Ola bilər ki, biz Umarı görməyək. İlin sonuna qədər, yəni o da ola bilər. Hə, ümumiyyətlə Umar elə növbəti döyüşü, kəmər döyüşü olar, amma amma bir il sonra ola bilər. Amma Umar yəqin həmin vaxt istəyər dalaşsın, mənə gəlir aktiv olsun, amma o da bir optiondur. Yenə deyirəm, Umarla Sean dalaşırsa 100% ker olacaq da. Yes. Başqa necə olsun? Umarla Sean, hə, Merabla, şeylə Sean, Yanla Sean dalaşsa, Merab da növbətidirsə, getdi də iş uzandı. Hə, ondan görə deyirəm ki, Yanla Sean dalaşır. Hə. Orada tutaq ki, Yan uduzur ya Sean. Merab sonra növbəti Udanla title'a çıxır. Hə, o məntiqdə eyni sonla eyni vaxtda döyüşür. Ondan sonra həmin o title'ın qələbəsi ilə Umar eyni qədər dincəlmiş olacaq. Başqa kim var ya o divisionda? Yoxdur da heç kim. Ondan sonra belə bir ki Bantamweight'dir bu. Bantamweight'dir. Sonra da Zahabi var. Sonra da Tito Vera var. Elə idi yəni. Kiməsə bəlkə arada verərlər, Umar döyüşsün ola bilər də. Həqiqətən saydım yəni. Hamını saydım ha. Birdə necə? Birdə Merabdır, 2-də Umardır, 3-də. Yox, başa düşdüm. Deyirəm ki, bəlkə ara vaxtda görsələr ki, iş çox uzanır, Merab deyəcək ki, mən dalaşmaq istəyirəm zət. Ona bir də kimsə verərlər. Zahabini verərlər məncə vallahi. Ki yəni onsuz da bu da maraqsız adamdır. Umara da çox baxış yoxdur. Umara bunu nokaut eləyib. Zahabi də biraz axır vaxtlar yüksəlib. Son 7 döyüşdə udur Zahabi yəni. Yes. Biraz 36 yaşı var, stili o deyil, o yan bu yan. Zahabi Farasın qardaşıdır da, yox? Aysa ona. Ayman. Hə, oradan bir nəsə. Ya məncə ya Zahabi ya da o kim uduzubsa o. Bəli. Çox başqa səsim. Uğurlar. Umara uğurlar. Keçək main card'a. Bəli. Main card'da ilk biz danışa bilərik. İlk deyəsən Jean Silva döyüşmüşdü. Burası daha qısa çəksin deyə birinci məncə şeyi deyək. Valdo Cortez, Derek Lewis. Yəni nə biabırçı bir döyüş. Həqiqi amma hə baxdına döyüşər. Doğrudan biabırçı idi. Bir səsini gördüm hə, amma o nə idi ki, yəni? Derek Lewis'dən nə gözləyirdik o da? Biz nə demişdik bu döyüşə? Bilmirəm. Mən Derek Lewis qələbə demişdim. Verişdə demişdim, bilmirəm amma Derek Lewis. Yəni bir recorded bir yerdə Derek Lewis qələbə demişəm. Hə. Derek Lewis çünki son kimləri savudub, amma yadıma gəlir misal üçün nə idi? Taito Yavasa ilə dalaşanda, yəni Taito Yavasa da yəni elə brawlerdir da, prosta daha cavan. Və artıq hərəkət aktivliyi çox aşağıdır Derek Lewis'in, heç nə eləmir də yəni Derek Lewis. Derek Lewis elə bir indi truck şoförü zat lazımdır ki, verəsən, heç nə eləyə bilməyən bir adama 30 dursun. Yəni Derek Lewis məncə dan. Yes. Və heç toxuna bilmədi. Yes. Amma Costa o mənada çox sürətli idi ya bu arada. Yəni Derek Lewis tamam eşitlər yəni falan, amma yəni və son andakı o nokaut zat səhnəsi də belə
Çox pis idi. Çox biabırçı idi. Deməli, mən bax, birinci raund Derek Lewis pis döyüşmədi əslində. Yəni yenə uduzdu raundu, yenə heç toxunanmadı və s. sözüm onda yox, amma yəni bir sürəti, hərəkətli nəsə var idi, yəni döyüşə bilirdi birinci raundu. Hə, ona görə və həmişə onsuz da Derek Lewis raundları uduzur axı. Raund udmağı yoxdur, nokaut olur ya da. Hə, amma ikinci raundu o normalda Volkovla döyüşün axırlarında ləhlədiyi, hansı ki nokaut elədiyi, amma ləhlədiyi vaxt var idi. Burada ikinci raundun əvvəlindən gördün ki, bu hərəkət eləyənmir. Arada da hərəkət eləyə bilmir. Biraz Acosta başladı bundan məzələnməyə. Biraz orada biraz pis oldum Derek Lewis-ə ki, həqiqi məzələnmə. Biraz bir geri çəkilir, nə bilim, nə edir, oynayır bundan. Gəlir, şillə qoyur da az qala, yəni axıda bir cəb atdı. O Şir Ceyran balasından oynayan kimi. Cəblə knockdown elədi. Derek Lewis-i cəblə. Və belə qəşəng ayağını sakitcə çəkdi, qırağa oturdu. Biabırçı. Derek Lewis-ə qazandığını qazanıb məncə. Və elə çox məncə də yoxdur ki, mən milyarder olum, nə bilim, neyim, hə? Yes. Vəziyyət zordur Derek Lewis üçün məncə. Derek Lewis gələcəkdə nə gözləyir? İstənilən kimlənsə döyüş. Məncə fərqi yoxdur. Hə, top 10-da 8, 9, 12, 15-nə gəldi verdə. Yəni Derek Lewis kimi versən döyüşür. Uduzur, Allah bilir, belə bir döyüş gözləyir. Yəni ağ evə early prairie məzədə rahat qoymaq olar. Derek Lewis Amerikan özünküdür də, yəni. Yes. Qoy dalaşdı və bir adam tap nokaut eləsin, baxaq yəni. Ay sağ ol, hə. Gedər. Ya da o da onu nokaut eləsə, Derek Lewis-dən çox sürətli, cavan zad olmasın da, yəni yaxın tipdə kimisə tap ver. Yes. Cortez Acosta gələcəkdə nə gözləyir? Cortez Acosta-nın gələcək. Cortez Acosta özü bu arada Curtis Blaydes-i çağırdı. Çağırdı, hə. Yes. Hə, və çox qəşəng də çağırış elədi məncə. Curtis Blaydes neçədir? Bu ilk 5-də olmalıdır bu dəqiqə məncə. İlk 5-də var. Yaxşı çağırdı və özü üçün də gözəl bir imtahandı məncə. Bəli. Çünki Curtis Blaydes güləşçidir axı. Yəni Curtis Blaydes-lə də döyüşə bilsə, güləşçiyə qarşı da gedər bu. Demək ki, yaş nədir qardaşımız? Bir döyüşə də nəsə vermək olar. 32 deyirəm. Bilmirəm amma heç bilmirəm. Baxaq görək. Hə, yəni çox yaşlı deyildi amma 35-in üstündə olduğunu Salsa boyu gedir də bu, hə? 34 yaşı var. Nədir yəni? Bunun da çox o da elə şey deyir, hə, aspinallıq zatlıq deyil də bu, yəni. Deyil olmalı. Amma gec tez çıxar o vəziyyətə gələr, hə. Hə, bir-iki dənə də udsa Curtis udsun, sonra nə bilim o Spivakdan birini udsa. Ay sağ ol da, hə. Birini udzub amma onların hansınsa. Sergey Pavloviç uduzub. Ümumiyyətlə Acosta-nın inkişafı mənim çox xoşuma gəlir. O ilk başlayanda UFC-yə, ilk başlarda decision-dan qələbələri falan olurdu. Yəni daha ehtiyatlı döyüşçü idi. Amma Delaicanı belə o qəribə bir şəkildə öz IPOC-dan sonra təzədən gəldi, qayıtdı nəminə. Həmin nokautdan sonra elə bir özünə olan inamı biraz özünə gəlib, artıb və artıq cəmaatı nokaut eləməyə başlayıb. Yəni indi həm texniki olaraq ehtiyatlı döyüşür, amma eyni zamanda da nətərləyərlər elini qorxaq alışdırmır. Yəni ehtiyatlı döyüşüb sirilqanlıq, lap ehtiyatlı döyüşmür də, yəni bütün 35 dəqiqə heç toxunmayım, ehtiyatlı yox. Hücuma da keçib lazım olanda çox qəşəng ağıllı bir döyüşçü olub. Məncə gələcəyi parlaqdır. Hə, nəsə çıxar. Elə Curtis Blaydes də yaxşı rəqibdir, oynanda döyüşə bilər. Məncə gələcəkdə onu Curtis Blaydes gözləyir. Və yaxud da bir dənə də maraqlı bir şey gəlir mənim ağlıma. Onu gələcəkdə gözləyə bilər, elə birbaşa title contender döyüşünə salmaq olar onu. Son 6 döyüşünə 5 udubdan usta. Volkova qarşı. Qəşəng. Gedər. Vallahi yəni Volkov da bu dəqiqə oradan usta contenderə çıxmaq istəyir belə elə. Volkova. Deyərsən Pavloviçin təzə Aspinala son 1 dəqiqəyə uduzub, Pavloviçin bir iki dənə nəsə udsun. O da çıxar da yəni. Bu dəqiqə usta heavyweight-də adam yoxdur. Getdik. Uşaqlara uğurlar arzulayırıq, salsa boya uğurlar arzulayırıq. Gəldik Arnold Allen Jean Silva. Yes. Qəşəng bir döyüş. Çox qəşəng döyüş. Jean Silva yenə də həmişəki kimi deliver eləyir də qardaş. Hə? Ağlaya-ağlaya, hönkürə-hönkürə də olsa Jean Silva. What a great fighter. Axırdakı tullanmağın zadını gördün də belinə çıxmışdı. Arnold Allen bir il yarımda döyüşmədiyi hiss ondan elə bil daha rast idi ya. Vallahi əvvəl döyüşlərinə çox baxmamışam, yalan deməyim. Amma he was clean.
Qəşəng İlk idi, raundda hə. çox özü idi. Yes. Sonra olmadı. Sonra özü. nə oldu ki? Heç nə olmadı axı. Sonra məncə birincisi mənim xoşuma gəldi ki, Jan Silva elə bir başqa adam idi bu dəfə. Valla. Çox daha composed idi, hələ. Fight IQ kimi. Hə. Özünü daha birinci Onu raund oxudu, danışmışdıq sonra ki, keçən döyüşdən sonra onu biraz şey deyərlər. Ay sağ ol. Razı olub amma. Olub, Qəşəng razı təsvir eləyə olub. biliblər yəni Jan Silvanı. Qəşəng özü üçün kompoz şəkildə döyüşməyi bacardı. Birinci raund oxudu, biraz zərbə idi, çox üstünə getmədi, biraz belə it hərəkətlərini eləmədi. İkinci üçün Amma arada bir görürdün ki, içindən o şey çıxır. Yes. Tullanır, düşür, nə bilim nə edir. Kalan head kicklər zadlar atdı. Yes. Axırında mükəmməl qurtardı Jan Silva decisionla. Yes. Decisionla uddu və qayıtdı yenə elə əvvəlki yerinə qayıtdı məncə. Yox? 6 idi da, yəni Allen rankda 6 idi. Hə. Jan Silva 11 falan idi. İndi gələcək əməlli yuxarı gələcək yəni bu döyüş. Jan Silva indi belə bir adamın qabağında ola baxır. Jan Silva mən kəmərə çox yaxın Hansı olduğunu çəkilir bu? fikirləşirəm. Bir döyüşə falan bantam. Federer. Bir döyüşə zədə ora gələcəyini fikirləşirəm yəni. Baxaq bir Orada dənə. indi Movsardı, biri də Movsardı, iki də Diego Lopezdi. Sonra oralarda Leron Murphy Leron var. Murphy-nə kim dalaşacaq? Movsar. Ha, qəşəng onlar bir-birini ələyəcək də başım. Hə. Bax bildim, tapdım. İdeal döyüş Jan Silva üçün Yair Rodriguez. Çox gözəl, həqiqətən çox gözəl. Let's make this fight happen. Jan Silva, çünki Leron Murphy ilə Movsar dalaşasıdır məncə onlar book olublar. Yes, Düzdür? olublar. Diego Lopezlə də şey book olub. Volk. Volkov. Qalır bir dənə Yair Rodriguez. Aljamain zət də var. Aljamain no. Aljamain Jan Silva təhlükəli fightdır, lazım deyil. Lazım deyil, yox. Jan Silva üçün təhlükəlidir, UFC üçün də təhlükəli, ehtiyac yoxdur. Bunu vermək olar. Aljamain çox hamı üçün təhlükəlidir, Aljamain hamı üçün. Aljamain Yairlə də udar Yair elə bilirəm. Aljamain məncə hamını udar. Yes. Açığı. Hə. Aljamainə bu dəqiqə title fight'ı ver, onu da ala bilər yəni. Jan Silva, Onu bir dənə Movsar uda bilərdi, Movsar da uddu yəni, elə də oldu. okey. Deməli növbəti döyüş title üçün Leron Murphy Movsardan biri dalaşacaqdı, yes. İnşallah. Görə. Onda sen demiş, bir döyüş sonra ən ideal vəziyyətdə və çox realdır əslində. Jan Silva da title üçün dalaşa bilər. Düzdür? Yes. 100%. 100%. Məncə Aljana saxlayıb onu dalaşdırarlar yəni. Alcanı title'a çıxartdıracaqlarını o da mən şübhəliyəm. Hə, ona görə deyirəm. 10 yaşını da gözləyirlər ki, keçsin. 36 yaş var onsuz da. Yes. Arnold Allen neynəsin bəs? Depressiyaya düşdü. Arnold Allen məncə Arnold Allen lazımdır. Çox yaxşı da döyüşçüdür. İlk raunddan sonra məncə o uzun müddət döyüşməyəndə adamın staminasından falan da gedir. Elə şeylər var. Alışmırsan axı şeyə. Həmin o döyüş yerində olmağa. Döyüşməyib, öz zədədən döyüşməyib. Bir var ki, əmələ gəlmədi, bu cancel oldu, o belə oldu, elə oldu. Bir də var ki, il yarımdır, bunun bəlkə bir 8-9 ayı idmandan uzaq qalmaqdır. Sonraki 8-9 ayı döyüşməməkdir. Yəni, dərdi nə idi? Arasından nəsə olmuş. Amma zədə idi yəni, o bilirəm. Mən eşitdim ki, dedilər Arnold Allen'ın əli qırılıb. Ola bilər. İkinci raundda zətdə. Eşitdin o Olur, söhbəti? Bir dənə onu oxuyum. Hə, yəni ona görə də biraz məncə paslı qaldı. Arnold Allen'ın məndən movementi çox xoşuma gəlir. Addımlamaları həddən artıq xoşuma gəlir. Nickname nədir Arnold Allen'ın? Necə? Nickname nədir? Arnold Allen'ın nickname-ini bilmirəm. Almighty. Onun bir hərəkəti var, belə sola addım atıb, sağ əllərini çox qəşəng atır. Addımdan sonra sağını çox qəşəng atır. Ritini çox yaxşı eləyir. Ona görə mənim xoşum. Məncə Arnold Allen'a lazımdır bundan sonra. 6 idi da rəngdə, indi düşəcək 7-yə, 8-ə. Bir dənə çox geridə kimlənsə döyüşmək lazımdır Arnold Allen'a. Aha, ki parlasın, hə? 15-10 arasında. Hə, ki parlasın, biraz da özü də çox da gözlətmədən, 1-4-5 aya. İndi burada şeyzə də almış olar da. Xəsər almış olar, ona görə də birbaşa yox. Amma çox da almadı yəni. 4-5 aya bir dənə qəşəng 10-15 arasında kimlənsə döyüşüb, ondan sonra yenidən bounce back eləyib təzədən ilk 5-ə, ilk 10-a girər yəni. Oralarda təzədən döyüşər o mənada.
Jean Silva mən nə vaxtsa çempion olacağını bilmirəm, amma title fight-a çıxacağına çox inanıram. Çıxacaq. Onlar çempion da olar, çox istəyir məncə. Yes. Olar. Və qəşəng də döyüşçüdür də, yəni çox istəmək lazım. O komandada çempion olmağa ən çox şansı olan adam Jean Silva-dır, yəni. Pratesi heç görmürəm şansını, yəni. Amma belə bir şey deyim, Jean Silva-nı biraz da ipin yığa bilsələr, çünki Jean Silva hər şeyi var elə. Hər şey, yes. Biraz da onu nəsə, biraz da yaxşı kontent düşsə ona rəqib çempion ola bilər, ona Rodriguez onsuz da şey üçün yaxşı rəqibdir, title-a çıxmaq üçün. Title-da da məncə elə Diego Lopez həmin anda çempion. Movsardan başqa o biri üçü çempion olsa, Jean Silva onların üçünə döyüşər yəni. Amma o Volkanovski ilə də, şeylə də. Movsar çox ola bilər amma həmin ana çempionu. Yes. Movsarla döyüşə bilər, amma yəni onunla çox Movsarın qabağını alarlar, canını çıxardarlar qabağa. Çox görmürəm Movsarla şansını açığı, yalan demir. Yes, bildim, ona görə deyirəm ki, Jean'ı Movsardan daha əvvəl çempion eləmək daha yaxşı olar. Eləyə bilərlər, Çünki Movsar çempion olsa getdi də növbəti 3 il, 4 il. Hə də, elə görünür, Amma bilmək olmaz amma. Təbii ki. Movsar biraz Ankalayev kimi gəlir mənə. Odur. Hər an uduzada bilər yəni. Çempion olar o heç, amma hər an uduzada bilər sonra. Davam. Gəldik Natalya Silva, Rose Namajunas. Bu döyüş barədə demək istəyirəm ki, Natalya Silva udub. Gəldik növbəti döyüş. Bunun heç danışası yox. Heç nə danışaq? Oyunçu apardı burada. Dana White özü də pis oldu. Deyir ki, Natalya Silva'ya növbəti title fight yəqin ki, Natalya Silva verəsiz. Deyir, də yəni. Belə də daha özdə ki, yəni yaxşı. Gəldi Sean O'Malley, Song Yadong. Yes. Sevmədim. Bu döyüş heç nə vermədi bizə. Heç nə vermədi, həqiqətən heç nə vermədi. Song Yadong bir raundda uddu yeri gəlmişkən. Birinci raundu da udmuş ola bilərdi yəni. Yes. Çox close idi. Deməli total strike-lara baxıram, yəni ümumi zərbələrə baxıram. Toplam zərb. 67-111 Şondadır. 69-130. Yes. Sonda. Başım 2 dənə çox vurub da son. Amma significant da Şon çoxdur. Takedown da son 7 attemptdən 3-ünü eləyib, o birisində 0-dır. Yəni belə əslində on paper baxanda, kağızda baxanda deyərsən ki, Song Yadong udub. Belə də Song Yadong udmuş da ola bilər yəni. Onu demək istəyirəm. Amma 2-1 və heç kim etiraz elədiyini görmədim mən sözümə. Birinci raund yaxın idi də prosto. Eləmi? 1 yaxın idi, 2 son idi. 3 heç yaxın deyil. 3 heç yaxın deyildi. Üstə məzələnirdi elə bil ondan. Ümumiyyətlə orada məncə ona görə etiraz eləmək olmaz. O Merabla Umarın döyüşü kimidir yəni. Ki axırda baxsan, amma yəni nə olsun. Çünki 3-cü raund elə bir üstünlüyü idi ki, elə bil orada O'Malley gördü ki, Jeffisoda oxudu, qutardı bunu, hər şeyi bilir. 3-də başladı öz oyununu oynamağa. Sonda da heç bir cavabı yox idi onun oyununa. Yox idi. O 4-5 getsə knockout idi yəni. Yaxınlaşanmırdı son 3-cü raundda. Evet. O knockout idi məncə valla. 4-5 getsə o çox knockout oxşuyurdu yəni. Gərək bunu 4-5 raund. Onu danışmışdıq. Allah haqqı keçən veriş. Ki gərək 4-5 raund. Dedim ki, onu 5 eləyərdilər. O Malidə knockout yoxdur. Remember'də dedin ki, yox knockout eləyir. Axı dedim, ailə deyil də bu oxuyur. Vura güc precision-dan eləyir bu knockoutu. O precision üçün ona vaxt lazımdır. Yes. Ona görə O'Malley sonra dedilər ki, son dedi gözlədiyimdən yavaş imiş zaten. Öyle bir şey oldu. Okey, Sean neynəsin indi? Sean danışdıq da buna. Sean'ı danışdıq məncə title-a çıxsın. Sean title-a çıxsın Petryandan. O uduzluğunun bir daha şahidi olaq bu səbəb alınız. Ya da onu da eləmirlərsə Umarla çıxsın. Umarla çıxmaz. Onu eləməsələr məncə Umarla çıxacaq bu arada. Umarla çıxmaz. Petryanla dalaşdırsalar əgər Merabı, Sean'la Umar olasaq məncə. Sean'la Umar pis bir döyüşdə elə belə. Niyə ki? Nə olasıdır ki Sean'la Umarın döyüşündə? Bilmirəm. Yəni çox mənə gəlmir Sean'la Umarın döyüşü. Çox açıq gəlmir. Açıq gəlmir, Yəni amma Sean rahat yerə alınır. Çox rahat yerə alınır. Çox rahat yerə alınır. Sterlingin bəxti gətirmədi, Sterling atmaq səhv elədi də, yəni. Belə üstünə cümlə deyil. Amma yəni Sterling əslində çox inanırdım ki, onu mən biabırçı vəziyyətdə olasıydı, yəni. Elə də olasıydı. Düzdür. Belə bir söz demişdim, etikadan kənar olsa da deyirdi ki, I'm gonna drag your skinny ass around the octagon. Exactly onu gözləyirdim, elə də olasıydı. Amma səhv elədi də, olmadı. Halbuki Sterling onun vaxtında utsaydı, bəlkə indi də çempion idi. Yes.
Mərhaba görə qoyub gedəsi idi yəqin ki. Qoyub gedəsi idi, amma hə. Və daha yaxşı ki, qoyub gedib bəlkə də Federer də odası idi, nə bilim, yəsi idi, mindən şey olar. Nəysə, gəldik Zurnanın elədiyi İndi yerə. hə, son qədonq nə olsun? Allah kömək olsun. Vətənə qayıtsın. Son qədonq vay ilə badalaşsın. Zahabi ilə son qədonq dalaşsın. Ay sağ ol, Zahabi. Ki idir Zahabi çıxsın getsin. O çünki məncə UFC üçün maraqlı döyüşçü deyil. Stili də maraqlı deyil, yaşı da çoxdur ki, yəni sonradan ulduz olub qalmağa falan. Yəni ya elə Zahabi uduzmuş olsun və getsin. Zahabi onsuz da çox ciddi rəqiblə qarşılaşmayıb da. Ya da ki bunu da udsun Zahabi, sonra baxaq görək nə edir falan belə. Bəli. Sonqa ilə ən uyğunu olar. Gəldik hə əsas hissəyə. Justin Gage, Paddy Pimblett. Yes. Biraz sən danış görək nə deyir. Burada məncə çox təəccüblü bir şey olmadı. Vallahi. Nə mənada mən deyim ki, mən bilmirəm də hansı olacaq. Hətta bilmirəm heç hansını demişdim. Verişdə bilmirəm hansını demişdim, amma eyni rekord olunan mənbədə mən Justin Gage demişdim. Çünki o daha az ehtimalla gözlənilirdi. Ona görə dedim Justin Gage deyə bəlkə yaxşı olar. Bir axırda bir məqamı vurğulamaq istəyirəm. Azərbaycanlı alpinistlərdən biri 7000-lik zirvələrin birini fəth edib, ancaq təəssüflər olsun ki, geri dönə bilməyib. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ona buradan dualarımızı çatdırmaq istəyirəm. Yes. İndi ad da çəkə bilərəm. qalsın. Qalsın? Hə, dönəndə ya da yox. Makaluya zirvəsinə qalxa bilib qışda özdə. Makaluya? Hə, Makalu. Nəysə, aha. Makaluya qalxıb. Hə. 7000 olduğunu da özümdən çıxartmış oldum, ha deyəsən. Bir dənə baxaq. Makalu Peak. Gözlə bir dəqiqə. Vay. 8400. Oha. Çıxıb ancaq təəssüflər olsun ki, geri qayıda bilməyib. Əbülfəz gözəli. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bu piklər bizim bu Niyaldağ falan kimi deyildi. Onda va iplə çıxıb. Bu nəsə daha narahat bir. Dəlixanada. Burada elə bil ölürsən də, elə bil. Hə də. Bu belə bir şeydir. Ölməməyin daha təəccüblü. Burada yəni belə çıxırsan deyə ölürsən, yoxsa? Yox, ona görə deyil məncə. Physical şeydən ölürsən yəqin ki. Həm oksigen çox azalır, həm yorulursan, həm belə deyil, heç biri belə deyil məncə. Ona görə deyil də ölmək. Ona görə deyil. Yıxıldı, öldü oldu. Yox, məncə yox. Arada düzdür şeyə düşürlər, amma mən baxdığım videoda biraz haşiyə çıxdıq, uşaqlar. Yox, problem yoxdur. Bu videonun bu hissəsinə gəlib çatan olubsa, qulaq asa demək ki. Deməli, bunlarla 5 nəfər tutaq ki, gedirik biz. Hamımız bir-birimizi kəndirlə bağlayıq, bir-birimizə. Dağa yox da, yəni dağa kimli kəndir. Və arada biri misal üçün dağın arasında boşluq var, ora düşür. Və bizim hesabımıza o sağ qalır da, yəni biz 5-imiz də getmirik aşağı. Belə hallarda ölmürlər məncə. Prosto ki, nə bilim, vəziyyəti pisləşdi, onda kim də oradan aşağı düşürlər. Yəni ki, dağda biraz sanki hərə özünə ki, yəni bir nöqtəyə qədər okeydə nə suyumu istəyirsən verim, çayımı istəyirsən verim, amma yəni sən vəziyyətin o da ölsə mən sənin neyiniyim ki mən? Amma mənə gəlir yıxılıb da. O keçən dəfə Niyaldağa qalxanda oldu. Bəzi yerlərdə uçurum yerləri var idi, məsələn. Orada çox təhlükəli deyil idi, amma bilirsən ki, Himalayda bu uçurumdan bir 3 sm başqa cür olsa, orada neçə min adam çıxır, yəni. Bu yaxında bir dənəsini gördüm mən, selfie çəkəndə sürüşdü, dağdan düşdü, gördün onu? Yes. Qəşəng özü elə qarnası, yəni onun geyib axtaran olmayacaq da məncə, yəni ki, avtobusda bir yeri boşaldı qaydanda da, yəni. Nəysə, Allah özü kömək olsun. Allah rəhmət eləsin. Boşum, yəni bu alpinizm çətinliyi baxımından fiziki çətinlikdir, belə rock climbing tərzində bir çətinlikdir. Mən həmişə alpinizmi biraz kim bilirdim ki, yəni bildim necə, dağa necə çıxır. Yol var, çıxır da, yəni. Hə də, elə də. Yolda biraz indi təzyiqi, məzyiqi belə. Biz elə 2000 metr Niyaldağa çıxırıq, bir təhər oluruq da 8000-ə cəmaat çıxırsa deməli. Heç adam var, çıxa bilmir. Kiminə də çıxa bilmir. Layiqdir dedim. Adam var, kiminə də çıxamır. 350-də quit edir özdə. Nəysə. Paddy Pimblett. Bəli. Biabırçılıq. Biabırçılıq deyəndə ki, yəni
Bir dənə çox gözəl komment eşitdim bu gün. Elə onu fikirləşirdim, amma heyfsləndim ki, başqası dedi. Çünki artıq tamaşaçılar elə biləcək ki, birinci o deyib. Yes. Deməli, qonşumuz Arman Sarukyanın DC ilə intervyusuna baxıram. İntervyuda qeyd edirik, DC deyir ki, bəs Paddy barədə nə fikirləşsən? Paddy Gage deyir, amma Paddy is just a tough fighter. Tough guy da, yəni. Qəşəng deyir. Qəşəng deyir. Just deyəndə ki, yəni deyir, texniki baxımdan heç o deyil də, yəni. Prosto o Scouser don't get knocked out şeyindən davam eləyir. Yes. Amma yəni həqiqətən elədir, yəni çox gözəl vurğulayır məncə. Çünki Justin Gage'in tayıdır məncə açığı. Tayı deyil yəni məncə. Yəni şeydə texniki olaraq Justin Gage'dən biraz daha pisdir. Amma yəni eyni cür fighterlardır ikisi də. Dog fight'a bıraq girsin. Elə bil Paddy Pimblett'in üstündə biraz da işdə olacaq Justin Gage. Hə, tayı da. Yəni ki Justin Gage nədir məsələn, o da Max-la döyüşdə görsən ki, qabağındakı daha yaxşı texniki boksçu olanda çox açıq-aşkar geri qalır və heç nə eləyə bilmir. Bəli. Və yəni açığı da. Yox, heç indi knockdown-sa da elə deyə, yəni sözüm onda deyil. 60 dəfə knockdown elədi, yəni. Yox, heç şey deyirəm. Maxi knockdown elədi. Amma yəni texniki daha yaxşı boksерla çıxanda iş elə. Təbii. Bu da onun kimi də, yəni bu da özündən daha. Amma deyərsən ki, çox axmaq cümlədir, hamı özündən daha yaxşı texnikidir. Elə yoxdur, amma texniki olaraq mən heç nə görənmirəm. 2 dənə cəmi knockdown yazıblar. 2 dənə deyil, çox idi elə bu, yox. 2 dənə elə 2 raunddaydı da, sonra olmadı. Sonra oldu, bir də ayağından tutdu 30-dur da, bir dənə də left hook. Hə, onu knockdown kimi saymayıblar məncə. Saymayıblar, hə. Məncə saymayıb. O balance itirmə sayılır çünki. Balans itirməmişdi amma elə bir. O heç amma ayağından tutmağın çox təxli olur da. Takedown 3 out of 3 Justin Gage'də. Orada bir maraqlı bir şey deyim sənə. Deyilmi ki, nətər olsa da bu fight'ı close gözləmirəm. On paper-də çox üstürəm. Yes, Paddy 3 raundda daha çox vurur. Paddy significant strike-da, totalda da qabaqdadır. Yes. Heç elə də öyle idi amma döyüş. Heç elə deyildi, hə. Kavan ayaqla qəşəng 30 dururdu amma. About significant o yaradı belə. Amma close gözləmirəm ki, deyirəm məsələn. Mən close deyil idi heç. Belə bir şey gözləyirdim ki, ya Paddy necəsə o döyüş yerə gedəcək və çox tez submit eləyəcək. Yəni yerə getdiyi üçün submit ki, o baş vermədi, ümumiyyətcə getmədi yerə. Və yaxud da ki, Justin Gage elə ayaqda döyə-döyə qutaracaqdı, yəni o knockout da ola bilər, olmadı, hə, Scouser knockout. Amma belə yəni çox gözləniləndən fərqli tipdə bir döyüş olmadı məncə. Olmadı, hə. Burada ağlımızdakı ssenarilər gerçəkləşdi, yəni Paddy Pimblett üçün bir aydınlıq alacaq bu inşallah. Mismatch kimi gördüm mən açığı bunu. Onu demək istəyirəm yəni. Quality cəmaatın dediyi ki, bu hype-la gəlib. Əslində düz deyirlər, belə baxanda kimdən dalaşıb Paddy Pimblett? Heç kimdən də yəni. Yəni dalaşdığı adamlar Michael Chandler heç kim udmayıb heç vaxt. Tony Ferguson 38 Blue Streak-dən gəlirdi də. Yəni amma onun belə yəni it was okay. Normal idi. Yəni top 5-də qala bilər. Yes. Döyər, üçündən birini udar, ikisindən birini udar, amma yəni heç ideyanın qabağına çıxardası deyil, heç məsuliyyətsizlik olar məncə. Çox tez knockout olar. Belə bir 100%. Məncə ikisi də çox tez. İkisi də çox zərbə idi bir-birindən. Mən o döyüşə ümumiyyətcə ilk 1 dəqiqə baxdım və dedim ki, bunların ikisini də çıxartmamaq lazımdır yəni. Justin Gage'ni bilirdim. Justin Gage onsuz da yəni çox udarıyır axı həmişə. Bunu da gördüm ki, bu da çox udarıyır. Bunu da çox udarıydı əvvəlki, amma dedim bəlkə nə bilim son döyüşlərində artırıb, dəyişib, yemir, elə deyil, elə istədi. Prosto Chandler'dan yemir də, Chandler'da heç şey oldu. Amma bir dənə mən Justin Gage-nin oyun planında bir şey qeyd eləmək istəyirəm ki, mənə çox xoşuma gəldi. Fikir verdimsə Justin Gage həmişə elədiyi bir şeyi heç eləmədi indi. Leg kick atmadı. Onu da dedi ki, məşqçisi. Trevor Whitman qayıtdı. Deyib ki, 3-cü raunda qədər leg kick atmırsan. Atmadı həqiqətən də. Onu niyə elə deyib ki, görürsən? Çünki leg kickindən o tutulur, yıxılır axı həmişə. Həmişə onu zümrəyə keçirdi bu. Deyə çox az atdı leg kick. Elə axıra qədər də az atdı. Deyədi. Və onun zibilinə çox keçirdi o. Leg kick atır. Heç head kick də atmadı. Kick atmadı yəni ümumiyyətcə ilk raundlar. Yəni onu çox bir də onu çox yaxşı elədi. Bir də mənim nə özüm barədə xoşuma gəlmədi. Mən hansı ağılla fikirləşirdim ki, Paddy bu necəsə yerə alacaqsam, yəni ona da ehtimal verməyim qəribə gəldi, nə mənada. Paddy'nin statistikasına
Paddy submission Yo, mən demişdim. burada bilmirəm nə demişdim. O bir başqa biz başqa yerdə. Başqa verilişə çağırmışlar, orada onu demişdim. Veriliş yox, bizim daha başqa recorded bir yerdə bir şeylər deyirik biz. Orada mən Justin demişdim. Amma sözüm onda yox. Yox. Burada yəni ikisinə də ehtimal deyəsən Paddy demişdim. Mən burada hərəsinə bir şey deyirəm ki, sevinim axırda. Amma the idea is Paddy'nin bir şey məsələsi var da, onun baxdım mən statistikasına. UFC-dəki bütün döyüşlərində 6 döyüşə çıxıb da UFC-də bu daxil. 17 dəfə cəhd eləyib və 4 dəfə takedown alıb. Onu Luke Thomas'dan eşitdim mən. Mən statistik. Deyir ki, biz niyə belə düşünürük ki, bu yaxşı grapplerdir yəni. Yaxşı grapplerdir. Yerə ala bilmir. Yaxşı grappler. Amma yaxşı grapplerdir. Yəni ona heç şübhəm yoxdur. Və heç Justin'a yaxın olmadı, yəni takedown eləmək. Və heç eləmək də istəmədi. 5-ci raundda deyəsən bir dənə falan cəhdlədi, başı buraxdı sonra. Justin deyir, amma məşqini də eləyirəm də, onu da dedi. Amma Justin, yəni bu da maraqlıdır, amma Paddy heç cəhd eləmədi ilk raundda. Prosta heç vaxt cəhd eləmir Paddy. Ona da bir dənə diqqət eləyə bilərik. Yəni Paddy məsələn elə bir şeylə işi yoxdur. Paddy həmişə biraz belə Allah eləsin necəsə döyüş yerə getsin, onda olar nəsə. Tipli döyüşçüdür. Gələk Paddy'nin gələcəyinə. Paddy'nin gələcəyi yarım parlaq. Yarım parlaq həmişə buralarda maraqlı döyüşlər göstərə bilər. Yəni ki, belə. Çox pis oldu amma düzdüyünə. Kimlə döyüşə bilər, nə bilim, Dan Hooker-la zadla belə. Dan Hooker-dan daha yaxşıdır məncə. Dan Hooker-la döyüşə bilər. Onun növbəti döyüş. Dan Hooker da kimlənsə döyüşəcək. BSD ilə dalaşacaq. Yəni onların udanı ilə, uzanı ilə nəsə belə. Rufi ilə gedər, Paddy belə. Rufi ilə də gedər, bəli. Onlar olar. Amma Paddy championship material deyil hal-hazırda. No, deyil. Məncə heç vaxt deyil. Kim var orada? Böyük danışmaq olur, biraz deyil, ha? Oliveira var, Max Holloway var, düzdür? Arman var. Arman misal üçün Paddy-nin anasını ağladar yəni, açığı. Yox. Eləcə də İlya, eləcə də Max da yəqin. Heç şans verməz məncə Arman, valla. Yəni baxmayaraq ki, indi yerə alası olacaq, yerdə Paddy çox yaxşıdır falan, prosto ki, onun kontrolundan Paddy məncə heç submission game-ə başlamayacaq. Paddy bu dəqiqə top 5-in 5-ində uçurumunda belə tutulur almış 5-dəyəm belə. Gələk Gaethje qardaşımıza. Gaethje White House-u qarantilədi elə bil ki. Gaethje həm Amerikandır, həm qəşəng döyüş, həm o yan bu yan. İnşallah İlya Topuria Justin Gaethje'nin də öz dead siyahısına əlavə eləyəcək yəni, yox? Heç şans görmürəm. Heç şans yoxdur. Vallahi heç şans görmürəm. Hələ də onun tərəfdarıyam ki, eləməsinlər o döyüşü, başını buraxıb elə Pramoy Armanla İlyanı döyüşdürsünlər. Armanla İlyanı görmək istəyirəm. Yəni bu mənasız bir döyüşdür məncə. Gaethje ilə İlya prosto İlyanı biraz da qaldırmaq üçün əla adam. Stipe ilə Jon Jones kimi bir döyüşdür. Heç bir mənası yoxdur. Nəticəsi əvvəldən bəli. Amma bizim üçün yaxşıdır. Bizim üçün təbii ki. Bir dənə ev qoyub 1.3 dənə ev qazanırıq. Bizim üçün bu heç nə var. 1.0. Ya da 10 dənə evi onu da qoyarıq, 3 dənə ev olsun. Elə bir maksimum elə bir şey eləyə bilərik yəni. İlya onu knockout eləyər o heç. Amma bir dənə bu gün elə onu fikirləşirdim ki, 2 dənə döyüş görmək istəyirəm. Əslində ən çox görmək istədiyim döyüş İslamla İlya Topuria'dır sözün açığı. Çünki o biri var ki, 2 dənə hype-da olan adamı dalaşdırmaq ayrı məsələ. Bir də var ki, bu ikisi actually best of the bestlər də. Yəni. Bunları da məsələn Armanla İslamı da çox görmək istəyirdim. Amma İlya ilə daha çox görmək istəyirəm İslama. Çünki İlyaya daha çox şans verirəm nəinki Armana. Amma Armana da çox şans verirəm amma açığı. Amma nə isə də təbii ki də hərənin gözünə. Amma İslamla İlya o weight-ə görə dalaşa biləcək məncə. İlya məncə böyüməlidir, o da çətin məsələdir yəni. Amma gec tez İlya o döyüşü alacaq mənə gəlir. Alar amma yəni İlya yuxarı çıxmalıdır məncə valla. İlya deyir ki, mən okeyəm. Çıxar. I love that about. Çıxanda da prosto belə qalacam ki, bu çatdıranmadı deyə uduzdu yoxsa. Nə bilim. Ölçüyə görə mi? Məncə onun vaxtı elə İslam vertərə çıxmamış idi. O getdi də, indi belə bir şey, belə bir şey deyim də. Gaethje'ni öldürür iyunda.
Yes. Düzdür. Sonra Armanla İlya amma təhlükəli döyüşdü də, yəni. Yox, lap utsa da, ya utsun çıxsın insan, onu demirəm. Yəni indi 27-də belə bir şey biz İslamla İlyanı görərik. Görməyimizə heç bir sözüm yoxdur. Prosta udmağa şans vermirsən. Udmağı da lap verim. Sözüm ondadır ki, orada welterweightdə dalaşsalar və İslam utsa, onda fikirləşəcəm ki, bu welterə çıxdı, İlya da Federdən gəlib lightdan welterə. Yəni bu çatdıra bilmədi deyə. Yəni artıq ölçüyə görəmi uduzdu, yoxsa skill problemi idi? Yəni skilli ölçənməyəcək. Skill ancaq welterdə İlya udsa ölçə bilərik. Yox, İslam düşdü lighta. Onda İslam utsa, onda da İslam utsa skilli ölçə bilirik. İlya utsa deyəcəm ki, İslam oradan ora saldı, da yazı uşağı qaldırmışdısa, orada bunda. Yəni skill bilə biləcəyim odur ki, lightda İlya utsa, İslam utsa deyəcəm ki, okey, İslam İlyadan daha yaxşıymış. Ya da welterdə İlya utsa deyəcəm ki, İlya İslamdan daha yaxşıymış. O bir iki senaridə welterdə İlyanın, lightda və nəsə o bir ikisində yəni o elə bir şey olmur. Ona görə biraz ip gedib məncə. Biz stil görərik, döyüş olar, onlara sözüm yoxdur. Yes. O döyüşün nəticəsində hansı daha yaxşı fighter imiş deyə bilməyə bilərik. Amma belə baxanda, yəni İlya Sarukyan döyüşündən sonra İlya üçün heç nə qalmayıb da, yəni bu divisionda. Düzdür? Heç nə qalmayıb ya. Nə qalıb ki? Heç nə. Həqiqətən heç nə qalmayıb. Maxi udub, Gacy-ni udacaq, Oliveira-nı udub, Armanı da udsa, yəni Qutardı da, ilk 4-ün hamısı qutardı. Yes, və bu divisionda belə getdi. Bir dənə nə qalır eləməyə? İndi boşanma işlərindən alırlar. Nə qalır eləməyə, işte qalx 170-ə orada dalaş, udsan good, udmasan da bağla get yəni. Hə. Yox. Çox tez retire eləyə bilər və haqlı olaraq amma qutarır, tema qutarır. Deyir də, onu da deyir də, tez retire eləmək istədiyini də deyirdi. Amma bax Xəbib də 31-32 yaşında retire elədi. Və deyim ki, çox dominant fighter olanda, hamını udanda, retire vaxtı odur. Doğrudan iş qalmır yəni. Neyiniyim ki mən? İş qalmır deyə retire eləyirsən yəni. Çünki dominant pul qazanmaq olar kalan. Ya elə heç, onu amma belə bir döyüş baxımından həqiqətən tema qalmır axı. Məsələn, İslam niyə bu qədər yaşına çatıb indi? Çünki arada uduzdu, ona görə onu dala saldı, daha çox döyüş. Gəl nə bilim, Dan Hooker, gəl nə bilim nə. Amma yəni uda getsən, kəmərə il olaraq çox tez çatırsan yəni. Bəli. Xəmzət özü məsəl üçün 8-9 döyüşə gəldi, tak. Vaxt gec oldu da orada. 2 ildən bir dalaşıram. Amma belə say olaraq görsən ki, McGregor 1 ilə hər şeyi götürür filan da. Çünki udmağa davam eləyəndə çox tez kəmərə çatırsan. Hər çəkidə də 3-4 nəfər olur, o da 1 ilə bağlanır. Gəlirsən o bir çəki, o da 1 ilə bağlanır. İlyan elədiyi odur da əslində. Belə. Bu qədər. Belə. İndi bir şey soruşum səndən. Vaxtımız var yoxsa nə qədər gedir belə bilmirik ha? Gedir və vaxtımız var deyəndə nə deməkdir ki o? Yəni ki, Volkanovski işinə girəymi də? Girə bilərik çünki. Girərik. Amma indi bir dənə şey deyim sənə. Bu White House 2 deyilik. White House-da olası fightlar çoxundan danışdıq da, İlya döyüşərmi, o birisi döyüşərmi? Bir dənə şey bilmirəm, sənə danışmışdım yoxsa yox. Alex Pereira, John Jones 2 deyirlər. Bəli. Məncə, okey, olsa ikisi də razılaşsa nəsə də Alex Pereira, John Jones. Amma olmasa, John Jones razı olmasa, Pereira çox istəyir Afonso döyüşməyi. Məncə heç ən düzgün fight nədir o? Cyril Gane. Yox. Alex Pereira, Thomas Pinal. Thomas Pinal gözü kördür də. Ora da düzəlmir. Ora düzəlsə Cyril Gane-la dalaşdırarlar. Onda o deyirəm ki, ora düzəlsə Thomas Pinal. Cyril Gane-a niyə şey verirlər ki? Verəsən, O məncə daha düzgündür. Və həm White House-a daha gedir. Kimin nə vecinə, məsələn, Thomas Pinal, Cyril Gane White House-da kimin nə vecinə. Amma Cyril Gane-da, qardaş, sən niyə görə title-ın nə bilim şeyini verməlidilər? Nəydi o zəhri mətini? Sən cəmaatın gözünə barmağa soxmusan da ya. Bu yandan da Pereira gəlir, hype-ı, John Jones da alınmayıb. Pereira, Aspinall məncə bu dəqiqə ən normalni satan bir döyüş olar. Alınmasa razıyam. Və John Jones döyüşündən fərqli olaraq ortada real kəmər də var. Bəli. Bu birində max interim qoya bilirsən. BMF. Onunki BMF-dir. BMF, amma burada yəni Pereira'nın elə bir ki heavyweight kəməri olur da. O gedir. Və Aspinall'ın son döyüşündə də gördük ki, Pereira elə Aspinall'la kompetitiv fight qoyar. Bəli. Daha əvvəl mən fikirləşdim ki, yerə alıb boğar filan, Aspinall heç o işə çox baxmır.
kompetitivdə gedər yəni. Gedər. Yerə almasa çox maraqlı bir fightdır. Alma ehtimalı da çox maraqlı eləyir. Çünki almasa dayanda Pereira nokaut eləyir də heç ala bilməz. Yes. Amma alma ehtimalı ilə No, niyə ki Aspinal da nokaut eləyər o rahat yəni. eləyər, amma Pereira'nın qorxmağı ilə əlaqəlidir də o. Pereira takedowndan qorxanda məncə eləyər. Onlar məsələn, onları qoy kickbox döyüşsünlər, məncə 10 dəfənin 15 dənəsində Pereira udar yəni. Elə deyirsən? Vallahi Çünki Aspinal mən yadıma gəlir çalan zərbə yeyəndə axı Pereira ümumiyyətlə. Yes. Yəni belə çox müdafiəsinə görə tanınmır da Pereira. Pereira sparringlərinə başdan taqqıdı. Özü də qoyurdu ya, yeyirdi amma çalan. Məsəl üçün elə İsrailin 12 döyüşün ikisində də demək olar ki, nokaut eləmişdi onsuz da ikisində də və ikisində də eyni cür eləmişdi. Yəni ondan özü də Yuri Prohaska da ona normalni bir neçə dəfə birinci döyüşdə qəşəng 30 durmuşdu. Yəni onlar və ona sürətli üstünə gedən adam onu 30 dura bilir. Aspinaldakı həmin qaçdı da yəni. Ona görə ayaq üstə yəni mən əsas da başlayanda çox şans verirəm yəni Aspinala. O technical yumşaq zərbələrdir amma dəyənlər. Aspinalın o 30 durub nokaut elədiyi zərbələr, all-in getdiyi zərbələrdir amma. Aspinalda onda qanudakı o Wilder'dakı power yoxdur. Yumşaq atsın, nokaut olasın deyil o. All-in vurduğudur nokaut elədiyi zərbələr. O Formandakı güc deyil də onda. Bildim. Güc qoyanda. Sürətin hesabınadır deyirsən. Sürətin hesabına. Ona görə yəni oradan məncə qaçmaq daha rahatdır. Nəinki İsrailin məsələn atdığı cəblərdən. Onu düz deyirsən, kickbox sərəsləri bunun çünki leqidə var axı. Hə. Yəni məncə Aspinalın zərbəsindən qaçmaq daha normaldır. Görmək istəyirəm əxşən. Amma İndi danışdım Aspinalla görmək istəyirəm və 3 dənə çempion olsun, ləzzətli olsun. Hə, o daha amma Sirilyqanın Aspinal məncə elə bu dəqiqə yəni Jon Jones alınmadığı halda Naxadiyə yəni Sirilyqanın bütün o tənlikdən çölə tullayıb mümkünsə Bellatora da göndərib, Bellator da bağlana baxır. Yəni elə başını alladı Bellatora göndərib, Naxadı göndərmək lazımdır onu sən mayına. Nganın torpaqlarına. Şimdi belə. Nəysə bir gün Ağ evə oturarıq da amma. Ağ evdə inşallah. Hələlik bu qədər. İnşallah növbəti epizodda görüşərik. İnşallah. Növbəti epizod nədir? UFC 325. Kim 10 dəqiqəlik çəkərik gələrik ona. Kimlə kim dalaşır? Volkanovski ilə Lopez ikinci döyüşünə çıxır. Dan Hooker ilə Benoit Saint-Denis dalaşır. Bir də ki bizim fəxrimiz, Biləsuvarı qardaşımız Rafael Fiziyevlə Mauricio Ruffi dalaşır. Başqa da heç nə. Ruffi. Dalaşanlar var ya biz yəni kimdir? Tait Yavasa niyə demirsən ki? Bildim, Salkiltdə də deyə bilərəm onda. Tait Yavasa ilə Teixeira dalaşır. Billi Kanada. Ay, Billi Kanada dalaşır şeylə. Ayda. Junior Tafa ilə. Ya? Kim? Yes. Onları mən tanımıram. Çoxlu linki olmayan insanlar var. Yəqin Avstraliyalıdır bu əksəriyyətə. Yes. Jamie Mullarki niyə demədin ki? Bu Teixeira Salkil dalaşır. Teixeira'nı kim udmuşdu bu yaxında? Teixeira'nı udmamışdı, elə Derek Lewis nokaut eləmişdi ya. Yes. Fiziyev qardaşımızdır. Fiziyev Ruffi döyüşü nədir? Nə bomba döyüşdü, hə? Onu danışarıq yoxsa indi danışarıq? Oldu uşaqlar, görüşərik UFC 325 Avstraliya. Sağ salamat Drakaris.